Salam, mən Nərmin müəllimə. Sizinlə DİM test toplusu 2025 nəşrindən toxum, meyvə toxumların yayılması bölməsinin izahını paylaşacağım. Başlayaq. Meyvə əmələ gətirən şəklin dəyişmiş zov necə adlanır? Çiçək. Kitabımızdan əzbər bir nüansdır. Qutucuq meyvəyə malik bitkilər, xaşdaş qutucuq, lobya paxla meyvədir, çələm buynuz meyvədir, şaftalı çərdək meyvədir, akasiya paxla meyvədir. Pambıq, bənövşə, tütün, xaşxaş, bəli, hər biri qutucuq meyvədir. Topinamburun meyvəsi hansıdır? Topinambur yer armudu, topinambur aiddir mürəkkəb çiçəklər fəsiləsinə, meyvəsi toxumca meyvə. Ürşənc bənövşənin meyvəsi qutucuq meyvə, tütünün meyvəsi qutucuq meyvə. Kitabımızda yazılan əzbər nüanslardır və kitabımızda yazılan hər bir nümunəni mütləq şəkildə bilməlisiniz. İmtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə. Toxumları zülal maddəsi ilə daha zəngindir. Bu paxlalı bitkilərdir. Yəni noxud, lobya, soya, mərci. Meyvəyanlığı toxum qabığı ilə bitişmiş olan meyvə bu dən meyvədir və bu da aiddir taxıllara. Dən meyvənin tərifini deyir ki, meyvəyanlığı pərdə şəkillidir və toxum qabığı ilə bitişmişdir və hətta deyir, onu ayırmaq mümkün deyil. Dən meyvə və yalnızca taxıllarda. Və taxıllarda da yalnızca dən meyvə tipi. Meyvəyanlığının daxili qatı dərgic formasında. Meyvəyanlığının daxili qatı dərgic formasında, bu isə toxumca meyvədir. Toxumca meyvədə yalnızca mürəkkəb çiçəklərdə və bütün mürəkkəb çiçəklərdə. Meyvə yanlığı nədən inkişaf edir? Meyvə yanlığı yumurtalığın divarından inkişaf edir. Yalnız çəyirdək meyvəli bitkilər, pomidor gilə meyvədir, pomidor gilə meyvədir, üzüm gilə meyvədir, şaftalı, yəni üzüm gilə meyvədir, albalı, şaftalı, cavalı, ərik, bəli, hər biri çəyirdək meyvədir. Toxumca meyvəli bitkilər də yalnızca mürəkkəb çiçəklər fəsiləsi nümayəndələridir. Günə baxan astra yox. Astra moruq yox, Georgin arpa yox, günə baxan astra moruq yox, günə baxan astra Georgin deyəbəndi, moruq da yox. Moruqun meyvəsi çox çəyirdəkli, yalancı meyvədir. Bir sıra bitkilərin meyvələrindən müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə çox çəyirdəkli meyvədən hazırlanmışdır? İncə dediyi moruq böyükcənin meyvəsi çox çəyirdəkli meyvədir və yalancı meyvədir. Hansı bitkinin meyvələri çox toxumludur? Cavab olacaq burada çələmin meyvəsi buynuz meyvədir. Meşə cilası çərdək meyvədir, arpa qarğıdalı dən meyvədir, fındıq da elə fındıq meyvədir. Hamısı bir toxumludur. Ləpə rüşeyin bir hissəsidir. Toxumun rüşeyin hissələri kökcüyü, gövdəciyi, rüşeyin tomurcuğu və ləpə yarpaqları. Ləpə də toxumun rüşeyinin bir hissəsidir. Hansı ki, iki ləpəlilərdə ehtiyat qida maddəsi toplayıb, bir ləpəlilərdə isə endospermdəki ehtiyat qida maddəsinin rüşeyin cücərən hissələrinə ötürülməsində rol oynayır. Bitkilərdən hansı meyvə yanlığını almaq üçün yetişdirirlər? Buğdanın dən meyvəsi, daha dəqiq desək, buğdada, eləcə də taxıllarda, yəni dən meyvədə toxumun endospermi üçün biz yetişdiririk. Buğda, arpa, çovdar, darı, qarğıdalı və s. biz hər birinin məhz endospermində toplanan ehtiyat qida maddəsindən istifadə edirik. Çuğundurla yer kökünü, yəni meyvə kökünü, yəni əsas kökün şəkil dəyişməsindən istifadə edirik. Çovdar da yenə taxıldır, yəni endospermdir, üzümdə isə meyvə yanlığıdır. Toxumlarını özləri ətrafa səpələri, burada isə bir mənalı deyirik, çox toxumlu quru meyvələr. Bir də akasiya var. İtxiyar var. İtxiyarı da deyirdik ki, yetişmiş meyvələr öz toxumlarını selliklə birlikdə ətraf mühitə səpələyir. Aha. İndi baxırıq burada. Akasiya, noxud, paxla, bəli, bir də itxiyarı. Məsələn, burada qovağı ən azından biz tanımırıq. Yox, tanımırıq. Qovaq küləklə yayılır. Sonra at pıtrağı qarmaqçıqları var, heyvanlar tərəfindən yayılır. Moruqun qəşəng meyvə yanlığı var, alva və şirin dada malik heyvanlarla yayılır. Zəncir otunun da uçağanları var, küləklə yayılır. Cücərmə qabiliyyəti olan toxumların cücərməsi üçün hansı şərait olmalıdır? 3 dənə vacib nüansımız var bizim. Su, işıq və müəyyən temperatur. Yəni, misal üçün, biz əgər toxumu, işıq nə idi? Üzrlə səbətin işıq yox.
Səhv elədim. İşıq yox. Hərəcə izah edirəm. Deməli, su, hava, temperatur. Üç dənəsi su, hava, temperatur. Hə, deyilbəndə burada cavab. Yəni, misal üçün, biz toxumları adətən, yəni torpağa səpirik və torpağın da adı qaranlıqdır. Orada işıq yoxdur, onca işıq götürə bilmərik. Və eyni zamanda torpaq, yəni misal üçün, biz səməni cücərdirik boş qabda. Yəni, orada torpağa ehtiyac yoxdur toxumun cücərməsi üçün. Amma diqqət edək, nəyə bax, görürsünüz? Biz səmənini nə qədər də su versək, söhbət torpaqdan getmir. Yalnızca su, yəni boş qabda biz onu qurumağa qoymuruq, qəşəng işığın altına saxlayırıq. Yenə də səmənini biz heç vaxt 30-40 sm hündürlüyə çatdıra bilmərik. Çünki fotosintez üçün yalnızca su yox, eyni zamanda mineral duzlar da lazımdır. Bu mineral duzlar da torpaqdadır. Yəni bitkinin inkişafı üçün, gələcək inkişafı üçün. Amma ilkin mərhələdə torpağın cücərməsi üçün, üzr istəyirəm, toxumun cücərməsi üçün torpağa ehtiyac yoxdur. Sual nömrə 18. Buynuz meyvəli bitkilərdə görürük. Biz yalnızca xaçiçəklər fəsləsində, yəni A bəndi. Buğda dən meyvə, lalə qutucuq meyvə, lobya paxla meyvə, günəbaxan toxumca meyvə. Qutucuq meyvə olan bitkiləri müəyyən edin. Pomidor, gilə meyvə, lalə qutucuq, tütün qutucuq, petuniya qutucuq, batbat qutucuq, inci çiçəyi, gilə meyvə. Paxlanın meyvə yanlığı necə adlanır? Adlanır taycıq, içi taycıq və bu taycıqların üzərində köbəkcik vasitəsilə meyvə yanlığına birləşmiş toxumlar. Bitkilərdən hansı torpağa meyvə şəklində əkilir? Bir mənalı deyirik ki, bir toxumlu meyvələr meyvə şəklində əkilir. Amma hansı çox toxumludur, biz onların toxumunu səpirik. Noxud, kələm, xaşxaş, kartof hər biri çox toxumludur. Bir dənə buğda bir toxumludur və torpağa meyvə şəklində əkilir. 22 toxumların ölçüsü ilə onların əkilmə dərini arasında asıllıq əks etdirən qrafik hansıdır? Toxumların ölçüsü isə onların əkilmə dərləri arasında düz mütənasib asılılıqdır. Yəni, nə qədər böyütürsə toxum, bir o qədər dərinə əkilir. Lobyanın meyvələrini tam yetişməmiş yığırlar. Çünki biz bayaq dedik, çox toxumlu quru meyvələr toxumlarını özləri ətrafa səpələyir. Yəni, meyvə yetişdikdə quru meyvə yanlığı çatlayır və toxumlar ətraf mühitə səpələnir. Ona görə biz lobyanın yeyirik nəyini? Yetişməmiş meyvə yanlığını, yəni yaşlı rəngli meyvə yanlığını, yetişdikdə isə quruyub qonur qəhvəyi rəngli meyvə yanlığı və biz lobyanın yeyirik toxumlarını. Əgər lobyanın meyvə yanlığı, meyvəsi tam yetişsə, meyvə yanlığı olacaq quru və toxumları ətrafa səpələyəcək və biz heç bir məhsul əldə etməyəcəyik. Davam edirik. Mövzu 20, sual 24. Meyvələrinin üzəri nazik qabıqla örtülmüşdür və şirəliyyəti vardır. Burada biz nəyə görürük? Qarğıdalı quru meyvədir, xaşxaş quru meyvədir, fındıq quru meyvədir, günəbaxan quru meyvədir. Qalan bu 4 dənəsi şirəli meyvələrdir. Davam edirik. 25. Gilə meyvələri olan bitkiləri seçin. Cavab burada A bəndidir. Zeytun çərdək meyvədir, ərik çərdək meyvədir, qoz fındıq meyvədir, albal çərdək meyvədir. Cücərən zaman darı dənlərinin kütləsi 10 kiloqram olmuşdursa, onların kütləsi cücərməmişdən əvvəl neçə kiloqram idi? Darı cücərən zaman öz çətisinin 1/4 qədər sudur. Yəni, x miqdar darıdırsa, üstəcə 0,25x də bərabər olur. Cücərən zaman çətisi, bu da bərabərdir 10 kiloqrama. Yəni, x miqdar özüdürsə, 1/4 qədər, yəni 0,25x də su topladı. Bərabər oldu 10-a. Buradan 1,25x bərabərdir 10-dursa, x bərabərdir tapırıq ki, 8. 8-ə bərabərdir. Buradan da demək ki, öz çətisi 8-dir. 0,25-i də 8-ə vuran eləyəcək 2, yəni 2 kiloqram da su imiş ki, həqiqətən cücərəndə oldu 10 kiloqram. Cücərən zaman qarğıdalı dənlərinin kütləsi 9 kiloqram olmuşdursa, onların kütləsi cücərməmişdən əvvəl neçə kiloqram idi? Qarğıdalıda öz çətisinin yarısı qədər
öz çətisinin yarısı qədər qarğıdalı toxumları su hopdurur. Yəni x miqdar özüdürsə 0,5 x miqdar da su hopdurur. X miqdar bərabər olur 9-a. 1,5 bərabərdir 9-dursa, x də bərabərdir 6-ya. Yəni cücərməmişdən əvvəlki kütləsi bərabərdir 6-ya. Çiçəkli bitkilərin toxumunda hansı hissələr mütləq olmalıdır? Toxum, deməli biz öyrəndik toxumdakı ləpə yarpaqlarına görə biz bitkiləri böldük iki sinifə, birləpəlilər sinifi və ikiləpəlilər sinifi və biz deyirik ki, birləpəlilər sinifinin əksər nümayəndələrində ehtiyat qida maddəsi endospermdə, hətta kitabda bizə istisna vermədiyinə görə bütün nümayəndələrində deyə bilərik, amma ikiləpəlilərdən isə deyirik ki, əksər nümayəndələrində ehtiyat qida maddəsi toplanır lüşemin ləpə yarpaqlarında, yəni ikiləpəli bitkilərin əksəriyyətinin endospermi olmur. Amma hər bir toxumun mütləq şəkildə lüşeymi və onun qabığı var. Yəni, ikiləpələrin əksəriyyətində endosperm olmadığı üçün endospermdən çıxırıq, olur bizim cavabımız. Çiçəkli bitkilərin əksəriyyətinin toxumlarında hansı hissə olmaya da bilər? Yenə deyirik, cavab endosperm. İndi əksəriyyət deyəndə belə deyə bilərik ki, misal üçün, bir varımızdır bizim kitabda verən bizə nümunələr əsasən deyirik, birləpəlilər sinifi, ikiləpəlilər sinifi. Yaxşı, deyirik ki, bu birləpəlilər sinifində endosperm var, ikiləpəlilər sinifinin əksəriyyətində endosperm yoxdur. Bəs niyə görə biz deyirik ki, əksəriyyətin toxumlarında endosperm yoxdur və yaxud da olmaya da bilər? Biz burada müraciət edirik 7-ci sinifdə bizə verilən deməli, fəslələr üzrə növ saylarına. Yəni, ikiləpəlilərin, misal üçün, bir dənə mürəkkəb çiçəklər fəsiləsinin nümayəndələrinin sayı, yəni növlərinin sayı 25 mindir. Amma birləpəlilərdən taxıllarla zambaqlar bizə iki fəslə verilir. Bu iki fəsilənin də cəmi növ sayı 6000-ə bərabərdir. Yəni, hələ biz bir dənə fəsilə, yəni bir dənə fəsilə, yəni mürəkkəb çiçəkləri saysaq, biz baxırıq ki, mürəkkəb çiçəklər birləpəlilərin növ sayından 4 dəfədən daha artıq çoxdur. Ona görə deyir ki, əksəriyyətinin toxumunda endosperm yoxdur. Yəni, buna görə də çalışın ki, test işləyəndə qarşınıza bu əksəriyyət nüansları çıxanda özünüz bir araşdırma aparın. Niyə əksəriyyəti deyir və onun cavabını tapmağa çalışın ki, daha rahat, daha yaxşı yadımızda qalsın. Yalnız quru bir toxum meyvələr olur. Badımcan çiçəklərdə çox toxumludur meyvələri. Həm qurusu var, həm şirəlisi var. Yəni, qutucuq meyvə və girə meyvə. Mürəkkəb çiçəklərdə yalnızca bir toxumlu qurudur, yəni yalnızca toxumca meyvədir. Taxıllarda yalnızca bir toxumlu qurudur, yəni yalnızca dəm meyvədir. Cavab B bəndi. 31. Lobya toxumunun cücərtisinin inkişafı zamanı hansı andan başlayaraq işığın olması vacibdir? İşıq nə üçün vacibdir? Fotosintez üçün. Fotosintez nə üçün baş verir? Yəni, ən əsas bitkinin qidalanması üçün, qeyri-üzvi maddələrdən üzvi maddə sintez etməsi üçün fotosintez baş verir. Yəni, bir qidalanma tipidir fotosintez. Və nə vaxt olması vacibdir? Əgər bitki toxumundakı ehtiyat qida maddəsi tükənərsə və paralelində fotosintez baş verməzsə, onda cücərdi və yaxud bitki tələf olacaq. Amma ehtiyat qida maddəsi tükənənə yaxın artıq fotosintez qabiliyyəti formalaşırsa, deməli, oradan yeməyin qurtardısa, bu tərəfdən yeməyin gələcək və cücərti öz inkişafını davam etdirəcək. Yəni, ləpələrində ehtiyat qida maddələri qurtaranda. Təbii ki, ləpələrində variantını həmişə düzgün götürməməliyik. Burada variantımız lobyadır deyə ləpə götürürük. Amma misal üçün bir buğda desək, biz orada endosperm götürəcəyik, çünki lobya iki ləpəlidir və ehtiyat qida maddəsi ləpələrdə toplanır. Noxud toxumunun cücərtisinin inkişafı zamanı hansından başlayıb işığın olması vacibdir. Yenə də ləpələrdə ehtiyat qida maddəsi qurtaranda eyni sual. Heç olmasa bunu fərqli yazsaydıq, daha qəşəng olardı. Yəni, məsələn, birinə buğda yazsaydıq. Və toplulularda adətən bu tip testlər mənim xoşuma gəlmir ki, 2 dənə ardıcıl test. 33. Soğan toxumunun bastırılma dərinliyi adətən 1-2 sm olur. Əgər o daha dərinə əkilərsə, bu zaman toxumdakı ehtiyat qida maddəsi cücərtinin, yəni rüşeym tumurcuğunun, ən dəqiq desək, rüşeym tumurcuğunun günəş işığına çıxmasına kifayət etməyəcək. Və elə torpağın altında qaldığı üçün cücərti tələf olacaq. Yəni, təbii ki, bayaq dedik ki, cücərti
fotosintez baş verməsə, yəni hansı andan etibarən fotosintez lazımdır? Ehtiyat qida maddəsi tükənən andan. Mən də soğan toxumunu məsələn bir 5 santimetrə əksəm, onu artıq o özündə topladığı ehtiyat qida maddəsi kifayət etməyəcəyi üçün hüşeyin tumurcuğunu torpağın üstünə çıxartsın və sonraki inkişaf mərhələsini keçirsin. Belə. Sol 34. Şəkildə verilmiş dən meyvənin hansı hissələri yalnız ananın irsi xüsusiyyətini daşıyır? Bu olacaq toxumun qabığı, yəni 1. Yalnız ananın xüsusiyyətini daşıyır. Endosperm 3N xromosom dəstəsinə malikdir. Bu 3N'in 2N'i ananındır, N'i atanındır. 3, 4, 5 isə rüşeymin hissələridir. Rüşeymin ləpə yarpağıdır. 3, 4 3 tumurcuqdur. Burada ortada 5, 3 tumurcuqdur, 5 gövdəcikdir. Bu aşağıda versəydi, bu da kökcükdür. Bunlar isə N ana, N atanın, yəni tam bərabər miqdarda ana və atanın xromosom yığımını daşımış olur. 35. Hansı çoxiliç bitkilərin meyvəsi gilə meyvədir? Deməli, bizə həm çoxiliç bitki lazımdır, həm də meyvəsi gilə meyvə olmalıdır. Cavab olacaq C bəndi. Yəni üzüm ot bitkisi olsa da təbii ki, bilir ki, bu uzun ömürlüdür. İnci-çiçək də ot bitkisidir və vegetativ yeraltı şəkil dəyişməsi, yəni kökümsov gövdəsi var. Bizdə elə şəkil dəyişmələr mövzusunda izahda mən sizə vurğulamışdım ki, yeraltı şəkil dəyişmələrdən yeganə olaraq kökümsov gövdəli bitkilər çox illikdir. Hansı bitkilərin meyvəsi qutucuq meyvədir? Cavab B bəndi. Bənövşə, pambıq, çələmdə buynuzdur, bibərdə gilədir, armudda yalançı tumlu meyvədir, alman yalançı tumlu meyvədir, badımcanda gilə meyvədir. Amma batbat qutucuq meyvədir. Sonra davam edirik. 37. 37. Yalançı meyvə adətən inkişaf edir. Çiçək yatağı da əgər iştirak edirsə, meyvə yanlığının əmələ gəlməsində buna deyirik yalançı meyvə. Yəni yumurtalıq onsuz da iştirak etməlidir və eyni zamanda çiçək yatağı da iştirak edirsə buna deyirik yalançı meyvə. Amma çiçək yatağı yoxdursa buna deyirik həqiqi meyvə. 5 rəqəmi ilə işarə edilmiş struktur haqqında fikirlərdən hansı doğrudur? Deməli, toxum və bu toxum 2 ləpəlidir. Hardan bilirik? Baxın, tamamilə hamar səthlər bir-birindən ayrılmışdır. Əgər burada belə bir kərə kötürlü, girinti çıxıntı görsəydik, biz deyərik ki, bu qopub, qırılıb, amma bu tamamilə 2 bərabər hissəyə ayrılmışdır. 4 toxumun qabığıdır, qabıq. Sonra burada 5 nömrə ilə görsənən ləpə yarpağıdır, çünki elə ən böyükdür və ehtiyat qida maddəsi toplanır. 2 tumurcuqdur, 1 gövdəcikdir, 3 də kökcükdür. Bizdən nəyi soruşur? 5 rəqəminə göstərilən hissə ləpə yarpağının özündə ehtiyat qida maddəsi deməli saxlayır və ləpə yarpağı da rüşeyin bir hissəsi olduğu üçün ziqotdan başlanğıc götürmüşdür. Quşəbpəyi toxumunun əsas kütləsini təşkil edir. Quşəbpəyi toxumu, quşəbpəyi 2 ləpəli bitkidir. 2 ləpəli bitkilərdə ehtiyat qida maddəsi toplanır ləpə yarpağında. Quşəbpəyi toxumunun əsas kütləsi deməli təşkil edir ləpə yarpaqları. Daha sonra 40. Normal ontogenez zamanı birevli bitki çox toxumlu meyvə əmələ gətirə bilərmi? Bəli, əmələ gətirə bilər. Yəni, meyvənin çox toxumlu olmağının birevli və ya ikievli, bir cinsli və ya iki cinsli olması ilə, yəni bitki və ya çiçəyin bitkidirsə birevli, ikievli deyirik, çiçəkdirsə bir cinsli, iki cinsli deyirik və burada bir toxumu və ya çox toxumunun bu söylədiyimiz nüanslarla heç bir əlaqəsi yoxdur. Toxum bitkinin, dişiciyinin yumurtalığındakı yumurtacıqdan əmələ gəlir. Əgər burada yumurtacıq sayı çoxdursa, deməli əmələ gələcək çox toxumlu meyvə. Yəni, ən azından biz buradan dərhal bilməzləri silirik və deyirik nə? Bilər, əgər onun çiçəklərində yumurtacığın sayı yumurtalığın sayından çox olarsa və yumurtalıq sayı 1-dir, yumurtacıq sayı çoxdur. Sonra nömrə 41. Sxemə əsaslanaraq yanlış
ifadəni müəyyən edin. X bitkisininin toxumu, toxumun 3N xromosom dəstəsinə malik hissəsi. Bu endospermdir. Endospermlə də əlavə toxumun digər hissələri, toxumun qabığı və toxumun rüşeymi. Bu toxumun rüşeym olduğunu hardan bildim? A-nın. Çünki görürsünüz, rüşeym də bölüb 4 hissəyə. Bunlar da hansılardır? Ləpə yarpağı, rüşeym tumurcuğu, rüşeym gövdəciyi və rüşeym köküyü. B toxumu xarici təsirdən qoruyur. Bəli. B qabıq olduğu üçün bəli, doğrudur. Sonra endospermdəki qida maddələri B hissəsinə A hissəsi vasitəsilə keçir. Deməli, endospermdəki qida maddəsi B hissəsinə A hissəsi vasitəsilə B hissəsinə etil qida maddəsi lazım deyil. Getdim. F ziqotdan başlanğıc alır. Bəli, rüşeym ümumilikdə ziqotdan başlanğıc alır və rüşeymdə hər bir hüceyrəsində n sayda ananın və n sayda atanın xromosom yığımı var. F ziqotdan başlanğıc alır. Bəli, doğrudur. Toxumun C, D, Y, F hissələri diploid xromosom dəstəsinə malikdir. C, D, Y, F, bəli. Yəni rüşeymdir. N ananın, N atanın toplamda 2N, yəni diploid xromosom dəstəsinə malikdir. C toxum qabığıdır. Bəli, bunu da artıq C toxum qabığıdır. Yox, yanlışdır. C toxum qabığı deyil. C rüşeym hissələrindən biridir. Yaxşı, B-yə baxaq. Endospermdəki qida maddələri B hissəsinə A hissəsi vasitəsilə keçir. İndi burada C toxumun qabığıdır. Bu 100% səhvdir. Amma mən də bu B ilə razı deyiləm. Endospermdəki qida maddə B hissəsinə, B-yə etik qida maddəsinə üçün lazımdır ki. Yəni, tutalım ki, canlıdır. Hüceyrələri canlıdır, yaxşı qəbul edəm, amma ona ehtiyat qida maddəsi lazım deyil axı. Deyil, lazım deyil. Yəni, nəticədə bizim evdə istifadə etdiyimiz soğanın da örtük, qorucu funksiya yerinə yetirən quru pulcuq şəkilli yarpaqlarında da canlı hüceyrə təsadüf olunur, amma onlara da ehtiyat qida maddəsi lazım deyil. Və yaxud da kök dibciyi var, gövdən şəkil dəyişməz, o da canlı hüceyrədir, amma ehtiyat qida maddəsinə ehtiyac yoxdur. Yəni, B ilə razı deyiləm. B variantına razı deyiləm, xoşuma gəlmədi. Amma dəqiq cavabımız burada Y bənd olacaq. Çünki C toxum qabığıdır, bu 100% deyil. 40-cı hansı sırada çiçəkli bitkilərin çiçəklərinin pişiciyində yumurtacıqların sayının artması aracılığı verilmişdir? Yumurtacıq sayı toxum sayına adətən, yəni bərabər olur. Əgər əlverişli mühitdə tam tozlanma və mayalanma prosesi baş verərsə. Bizdən nə istəyir? Artma ardıcılığı. Deməli, biz ən çoxu ən sonda yazacağıq. Ən azından mən əriyi bilirəm ki, bir toxumludur. Bu getdi. Yer fındığı paxıllar fəsiləsinə aiddir və toxum sayı çoxdur. Amma məsələn, yer fındığı ən sadə halda bizdə yetişən və eyni zamanda yediyimiz, əldə etmək rahat olan, yəni görəcəyimiz bir meyvə tipli yer fındığının, yəni görmüş orada maksimum 3 dənə toxum olacaq yer fındığında. Amma xaşxaşın meyvəsi qutucuq meyvədir və qutucuq meyvədə minlərlə toxum olur. Bəlkə də yüzlərlə, bəlkə abartmış olduk minlərlə, amma yüzlərlə ən azından minə yaxın toxum olur. Ərik bir toxumludur. Dəlibənd yenə deməli, qutucuq meyvədir. Ümumiyyətlə, bu tip testlərdə adətən, yəni qutucuq meyvə ilə gilə meyvəni biz ən sona yazmalıyıq. Çünki ikisində toxum sayı ən çoxdur. Kələmdə yenə, deməli, paxla meyvədir. Ortalama, misal üçün deyək, maksimum öndən toxum olacaq paxla və ya buynuz meyvənin, kələmdə buynuz meyvədir. Kartof girə meyvədir. Biz dedik ki, girə meyvə, qutucuq meyvə sonda olmalıdır. Deməli, cavabımız da burada Y bəndi, günə baxan 1, noxud paxla meyvədir, yəni maksimum 10, dəlibənd isə qutucuq meyvədir. 1000-ə qədər toxum ola bilər. Yəni, bu demək ki, yumurtacığın da sayı 1000-ə qədər ola bilər. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Bu zaman hansı mürəbbə əsilcilə meyvədən hazırlanmışdır? Cavab üzüm. Moruq çox çərdəkli meyvədir, zoğal çərdək meyvədir, çiyərləc fındıqça meyvədir, alma tumlu meyvədir. 44. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə çəyirdək meyvədən hazırlanmışdır? Cavab şəftəli və ya şaftalı. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə gilə meyvədən hazırlanmır? Cavab cavalı. Cavalı çünki çəyirdək meyvədir.
46. Çərdək meyvənin hissələrini xaricdən daxilə doğru düzün, ardıcıllığı müəyyən edin. Birinci baxalım tacıq. Tacığın çərdək meyvədə nə işi var? Tacıq aiddir buynuz meyvə və paxla meyvə üçün. Baxın 51-ci testdə bu buynuz meyvədir, bu isə paxla meyvədir. Deməli, tacıq olmayacaq. Ara kəsmə də, bax burada buynuz meyvədə bu görsənən ara kəsmə də yoxdur. Ən azından 1 və 2 yoxdur. 1, 1. Burada da 2 var. Burada da 2 var. Vəssalam. Yəni, bax bu 2 dənəsini çıxanda variantımız alınır. İndi baxaq, görək düzmü yazıb, bəlkə sual səhvdir, bəlkə kiməsə müraciət etməliyik. Bizə nə deyir? Xaricdən daxilə, doğru. Deməli, ən daxildə 7-də başlayaq, toxumun rüşeymi yaxşı. Toxumun rüşeymi xaricdən əhatə olunur, toxumun qabığı ilə, bu da yaxşı. Daha sonra çəyirdək meyvə, bəli. Çünki çəyirdək meyvə yanlığının daxili hissəsidir. Bəli, ən daxildə çəyirdəkdir. Ondan sonra 3 olacaq şirəli hissə, bəli, doğrudur. Ondan sonra da meyvə yanlığının nalic qabığı, bəli, biz rahatlıqla D bəndini götürə bilərik. Çəyirdək meyvənin hissələrini daxildən xaricə doğru. Ardıcılığı müəyyən edin. Burada xaricdən daxilə doğru idi. Biz amma yenə də daxildən başlamışdıq. Variant bizim üçün daha rahat olsun deyə. Yenə də tacıq ara kəsməni çıxanda görək variantımız alınacaqmı? 2 yoxdur, 1 yoxdur, 2 yoxdur. Alınmadı. 2 variant arasında qaldıq. İndi bizə nə deyir? Daxildən xaricə doğru. Baxaq. 7 ilə başlayırıq. Deməli, bu olacaq toxumun rüşeymi. Bayaq da toxumun rüşeymi xaricdən əhatə olunur. Toxum qabığı ilə. Baxaq 8 ilə 6-da görək bizə nə verir? 6-da toxum qabığı, 8-də endospermdir. Və diqqətli oluruq. Bəlkə də endosperm ola bilərdi. Əgər bir ləpəli bir bitki olsaydı, amma çəyirdək meyvə yalnız 2 ləpəlilərdir. Və bu 2 ləpəlilərdir. Endosperm ümumiyyətlə yoxdur. Yəni də cavabımız rahatlıqla alındığı üçün böyük də bir əziyyət çəkməyə ehtiyac yoxdur. Sual nömrə 48. Çəyində yumurtalıqların sayına bərabər olan bitkilər. Bu nə deməkdir? Bir dənə yumurtalığım varsa, bir dənə də yumurtacığım var. Yəni, bir toxumlu meyvə, inci çiçəyi gilə meyvədir. Almada ən azından biz yemişik alma görür ki, bir meyvənin içərisində bir neçə toxum çıxır. Xaşxaş qutucuq meyvədir. Xaşxaş qutucuq meyvədir. Cavab D bəndi. Çoxdar qarğıdalı bir toxumlu, quru olan dən meyvə, ərki isə bir toxumlu şirəli çəyirdək meyvə. Çiçəyində yumurtacıqların sayına bərabər olmayan, bərabər deyilsə, deməli bizim bitkimizin çiçəyinin yumurtalığında bir yumurtalıqda çoxlu sayda yumurtacıq var, yəni bərabər deyil. Cavab olacaq elə A bəndi. Buğda bir toxumlu, çoxdar bir toxumlu, ərik bir toxumlu, qarğıdalı bir toxumlu. Çiçəyində yumurtacıqlarla yumurtalıqların sayı birin birə nisbətində olan bitkilər yenə də eyni nüans, yəni bərabərdir. Yumurtalıqla yumurtacıqların sayı bir-birinə bərabərdir. Deməli, bir toxumları götürəcəyik. Cavab B bəndi. Ərik, çəyirdək meyvə, bir toxumlu şirəli, göy çiçək, bir toxumlu quru toxumca, vələmir, bir toxumlu quru dən meyvə. 51. Euler Venn diaqramına uyğun olaraq x-i müəyyən edin. Tacıqların olması. Deməli, bayaq yazmışdıq, bu buynuz meyvədir, xaçirə fəsləsindədir. Bu da paxla meyvədir, paxlalılar fəsləsindədir və ya çəpənək çiçəklər fəsləsindədir. Tacıqların olması ikisi üçün də xarakterikdir. Toxumların tacıqların yuvalarında yerləşməsi paxla meyvə üçün xarakterikdir. Çox toxumlu quru meyvə olması ikisi üçün də xarakterikdir. Toxumlar arakəsmənin üzərində yerləşməsi buynuz meyvəyə aiddir. Noxud və lobya üçün səciyyəvidir. Bu paxla meyvədir. Noxud və lobya paxla meyvədir. Quş əpəyi və kələm üçün bu da buynuz meyvədir. Altda burada cavab oldu. 3, 1, D bəndi. X, Y arasında münasibət təyin edin. Deməli, kütlələri bərabərdir. Toxumların suyu udandan sonra kütləsi. Deməli, noxud özü qədər suludur. Yəni, əgər A miqdar quru kütlə idisə, deməli, su udandan sonra oldu 2A. Qarğıdalı kütləsinin yarısı qədər sudur. Yəni, A miqdar idisə, deməli, oldu 1,5A. Darı da 4/1 qədər udur. Yəni, olur 1,25A. İndi bunu müqayisə edək. Ən çox Y-dir, ondan sonra X-dir, ondan sonra da Z-dir.
Davam edirik. 53. Quru qarğıdalı dənlərinin kütləsi 5 kiloqram olmuşdursa, onların kütləsi cücərən zaman neçə kiloqram olacaqdır? Qarğıdalının cücərməsi zamanı öz çətisinin yarısı qədər su lazımdır. Əgər öz çətisi 5 kiloqramdırsa, öz çətisinin yarısı qədər 2,5 kiloqram su olacaq cəmi 7,5 kiloqram. Cədvələ əsasən A, B, C cəmini hesablayın. Cücərmiş toxumun kütləsi A-dır. Udulan suyun miqdarı noxud öz çətisi qədər sudur, elə A-dır. Toxumun quru kütləsi 12-dir. Deməli, yox, mən səhv elədim. Deməli, cücərmiş toxumun kütləsi A-dır. Hə, onu qələm, hə. Toxumun quru kütləsi 12-dir və deməli, quru kütləsi 12-dir. Öz çətisi qədər də su udacaq, yəni 12 qram da deyə su udacaq, bizə qramla verir. Cücərmiş toxumun kütləsi oldu 12. 12 yox, 24. 12 özüdür, 12 də suudur. Cəm olur 24. Qarğıdalı udulan suyun miqdarı 2A. İndi A-mız 24-dürsə, deməli 2A-mız bərabərdir 48-ə. 2A-mız bərabərdir 48-ə. İndi bizdən B-ni istəyir. Toxumun quru kütləsi, udulan suyun miqdarı 48 isə qarğıdalı öz çətisinin yarısı qədər sudur. Deməli, toxumun da quru kütləsi olacaq burada 96. 96 quru kütləmizdir. Suyun miqdarı 48-i bəri oldu yarısı qədər. Darı da 1/4 qədər sudur. Bizdən nə istəyir? A, B və C-nin cəmini istəyir. Aha. Toxumun da quru kütləsi deməli verib A. A-nı tapdıq 12, üstəcəl B-ni də yox, A-nı tapdıq 24, yenə səhv elədim. A-nı tapdıq 24. B-ni də tapdıq 96, o da bərabərdir. Deməli 0, 1 yadda 100, 120, səhv eləmirəmsə 120, əgər səhv eləmirəmsə 120 tapdım. Yəni cücərmiş toxumun kütləsi, toxumun quru kütləsi. Deməli, toxumun quru kütləsi burada 120-yə bərabərdirsə, darı da öz çətisinin 1/4 qədər sudur. Yəni 30 qram da su olacaq. 120 üstəcək 30 bərabərdir 150. C də bərabərdir 150. İndi bizə nə istəyir? Nəyi? 24. A 24. Üstəcəl B 96. Üstəcəl B 96 və üstəcəl C elədi 150. Toplayırıq, olur bizim düzgün variantımız. Görmək çoxmu qaldı? Yox, 3 dənə test qalacaq. Bunu da işləyək. Bitki toxumlarındakı hərəsindən bir toxum olmaqla ləpə saylarının cəmini tapın. Buğda 1 ləpədir, kartof 2 ləpədir, dağlar arası 1 ləpədir. Cəm bərabərdir 4-ə. Eyni sual, kələm 2 ləpədir, badımcan 2 ləpədir, qarğıdalı 1 ləpədir, bərabərdir 5-ə. Və sonuncu sual. Və sonuncu sual, quru meyvələr. Sxemin tamamlanması üçün lazım olan meyvə növlərini yuxarıda aşağıya ardıcılıqla müəyyən edin. Toxumlar taycıqlardakı yuvalarda yerləşir. Bu paxla meyvədir. 3. Toxumlar araçəsim üzərində yerləşir. Bu da buynuz meyvədir. 5. Toxuma yetişdikdən sonra dəliklərdən vəssalam, kifayətdir bu qədər. Bu qutucuq meyvədir. Dəlik açılırsa bu qutucuq meyvədir. Meyvə yanlığı toxumla bitişmir. Daxili qatı dəricik. Bu dəriciyi gördüksə bu toxumca meyvədir. Və pərdə. Burada sonunda da pərdə şəkli deyiriksə, bu da dən meyvədir. Meyvə yanlığı çox bərk və odunlaşmış olur. Bir toxumludur. Bu da olacaq fındıq meyvə. İzah bu qədər yoldaşlar. Növbəzədən xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Uğurlar.